Yəqin ki, sizin də səfərləriniz olur, çünki zaman keçir. Digər sahələrdə olduğu kimi real aikidoda da müəyyən yenilənmə olur. Çünki bu şərtdir, yenilənmə olmasa artıq idman növünün də inkişafı bir qədər ləngər. Real aikido bəlkə də aikido növləri, ümumiyyətlə dünyada 50-dən çox aikido tərzi var. Bütün bu aikidoların içində yeganə aikido sistemidir ki, bəlkə hər il yenilənir. Uzun illərdir gedirəm seminarlara filan, Azərbaycanda 6 dəfə beynəlxalq seminarlarda və hətta 2 dəfə Fransada keçirilən Beynəlxalq Döyüş Növləri Festivalında dünya real aikidosunu təmsil etmişəm. Tək Azərbaycan yox, dünya real aikidosunu təmsil edən 8 nəfərdən biri mən olmuşam. Tələbələrim mənlə birgə səfərlərə gedirlər. Onları biz belə deyək, öz maddi hesablarımızla, öz gücümüzlə, öz dayağımızla aparırıq və artıq son illərdə biz Serbiyada çıxışımız olubdu, nümunəvi çıxışlarımız Qazaxıstanda dəfələrlə olubdu və Rusiyanın Yekaterinburq şəhərində də çıxışımız olubdu.